Teala buyuruyor Quran-ı Kərimdə, yəni nə qədər istiğfar, yəni nə qədər əstəğfirullah etsən, bir o qədər salamatlıq içində olarsan. Nə deməkdir bu? Allah da Quran-ı Kərimdə buyurur Ənfəl surəsində ki, Allah onlara əzab verməzdi, onlar əstəğfirullah edirdilər. Yəni, düşün, hətta baxın Peyğəmbərimizə düşmənçi edənlər belə, o Məkkə dövründə belə, çətin anlarda Allahdan bağışlama diləyərdi. Əstəğfirullah, Rəbbim məni bağışla. Allah nə inədi? Əzabı deyib qaldırardı. Ona görə, baxın, əstəğfirullah zikri sadəcə dillə təkrarlanan söz deyil. O, qorxu, sıxıntı və acizlik anlarında müminin sığındığı mənəvi bir dil limandır. Yəni, əstəğfirullah qəlbdəki pası silər, ruhu saflaşdırar, insanı Rəbbi ilə daim bağlılıq halında saxlayar. Həmçində duaların qəbul olması üçün. Baxın, və məkənəllah muəzzibəm. Siz Allahdan bağışlama dilədikcə Allah sizə əzab verməz. Yəni, günahlardan sonra insanın başına pis hadisələr gəlməz və Allah da bəlaları, müsibətləri qaldırar. Ona görə bir bəndə nə qədər çox əstəğfirullah edərsə, əstəğfirullah, yəni Rəbbim məni bağışla deyərsə, Allah ona bir o qədər arxayınlıq verər, rahatlıq verər, qəlb rahatlığı bəxş edər. Allahın bu ayədə bildirdiyi həqiqət çox aydındır. Yəni, insanlar nə qədər əstəğfirullah etdikcə əzab onlardan uzaq olar. Buna görə də yəni hər bir təhlükəyə qarşı bir qalxandır. Nə? Əstəğfirullah zikri. Həmçinin çətinliklərə isə bir nicat yoludur. Bəlalar ağırlaşanda belə əstəğfirullah qapısı bağlanmır. O günahları yuyan, səhvləri bağışlamağa səbəb edən və qəlbi yenidən həyata qaytaran bir nədir? Vasitədir. Həqiqi istiğfar, yəni əstəğfirullah edən insan bilir ki, dünya istəkləri onun üzünə bağlansa belə Allahın rəhmət qapısı hər zaman açıqdır. Allah onun səmimi dönüşünü, göz yaşını və islah olmasını istəyir.